Hamıya salamlar. Narı mövsümündə sizinlə ət, toyuq, balıq yeməklərini, müxtəlif kababların yanında sürəni bəzəyən Azərbaycan mətbəxinin ləzzətli milli sosu naşirabın düzgün əsl qaydasında göz yaşı kimi dumduru, dadı, rəngi gözəl hazırlama qaydasını paylaşacağıq. Kanalımızın ilk izləyiciləri xatırlayarlar. Yeni izləyicilərimiz üçün də məlumat verim ki, 2015-ci ildə YouTube-da İlk və düzgün qaydada biz naşirabın hazırlama qaydasını paylaşdıq. İlk olmağın qürurunu yaşayırıq. Bizim üçün böyük şərəfdir ki, Azərbaycan mətbəxini dünyaya layiqincə tanıdırıq. Amma bu dəfə bu ləzzətli sosu bir qədər fərqli hazırlayacağıq. İllərlə hazırlayıb təcrübə nəticəsində daha gözəl hazırlanma üsulunu tapmışıq. İndi istəyirik ki, o üsulu siz dəyərli izləyicilərimizlə də paylaşaq. Amma sizdən bir ricamız olacaq. Bu videonu sona qədər izləyin. Əgər bəyənsəniz, like edin, şərh yazın. Olduğunuz müxtəlif sosial şəbəkələrdə videonu paylaşın ki, belə gözəl reseptdən daha çox insanlar faydalansınlar. 12 kilo nar almışıq, onu təmiz yumuşuq. İndi asan üsulla dənəliyirik. Düzdür, bu üsulla edəndə narlar azacıq əzilirlər, amma eybi yoxdur, onsuz da bizə narın şirəsi lazımdır. Əgər sizə nar dənələri bütöv şəkildə lazımdırsa, onda yaxşı olar ki, əllə dənələyəsiniz. Narları dənələdik, arasına qarışan ağ pərdələri tamamilə yığırıq, çünki onlar nar şirəsinə acılıq verir. Nar dənələrini mexaniki şirə sıxanla sıxırıq, sonra taxta toxmaqla da əzib dənələrin şirəsini tam çıxarırıq və şirəni iri qaba süzürük. İsraf olmaması üçün işinizi qurtardıqdan sonra yığılan cicələri az-az tənzifin arasında da sıxıb bu şirənin üzərinə əlavə edə bilərsiniz. Ümumi 5 litr 200 ml nar şirəsi alındı. İndi axşamda nar şirəsini səhərə qədər gözlədirik ki, durulsun. Elə dediyimiz fərqlilik də budur. Nar şirəsini durultmadan ondan nar şirəb hazırlayanda uzun müddət qalsa həmin nar şirəbin içərisində kristal şəkilli çöküntü əmələ gəlir. Amma duruldanda nar şirəb nə qədər qalsa da eyni cinsli axıcı və duru olur. Ertəsi gündür. Nar şirəsi gördüyünüz kimi durulub. İndi duru hissəni süzgəcdən ləyənə süzürük. Az da olsa nar dənələrinin ləti şirəyə qarışır, elə ona görə də süzgəcdən istifadə edirik. Şirəni süzdük, çöküntü hissəni də əlbəttə ki atmırıq, onu da içəcəyik. Şirəni tökdüyümüz həm qazanı, həm də ləyəni ocağın üzərinə qoyub əvvəlcə qazı gür açırıq. Şirə qaynada düşəndən sonra, yəni 1 saatdan sonra qazı biraz azaldırıq. Orta ateşdə naşirab hazır olana qədər qaynadırıq. İndi qaynara düşənə qədər şirə nə qədər azalıbsa, o sərhəddi sizə göstərmək istəyirəm. Əvvəlcə şirə bura qədər idi, indi azalıb, düşüb aşağı. Şirə ocağın üzərində olan müddətdə yaxınlıqda olun, nəzarət edin. Şirə qatılaşdıqca üzərində köpüklər əmələ gəlir. Onları tamamilə yığıb atmaq lazımdır. Naşirabın hazır olduğunu necə bilə bilərsiniz? Görəndə ki, şirənin bütün səthi boyu qabarcıqlar yarandı, onda 1 dəqiqədə gecikmədən qazı söndürün. Vaxtı ötürüb çox qaynatsanız qatılaşacaq. Şirə qaynar olanda o su kimi duru olur. Bu sizi yanıltmasın. Elə nə vaxt demişəmsə, o vaxtda qazı söndürün. O qaldıqca, soyduqca lazım olan qatılığa gələcək, qatılaşacaq. Naşirabın hazır olub olmadığını mürəbbə kimi yoxlaya bilərsiniz. Qaşıqla naşirabdan biraz götürün və bir damcı nimçəyə damızdırın. Əgər damcı axmadan, yayılmadan olduğu kimi qalırsa, deməli hazırdır. Naşirabı qaynar-qaynar təmiz yuyub qurutduğumuz bankalara yığırıq və sərin yerə qoyuruq. Naşirab tez xarab olan bir şey deyil. Uzun müddət, illərlə qalır. Elə otaq temperaturunda da qalar. Amma rənginin belə gözəl qalmağını istəyirsinizsə, sərin yerə və yaxud da soyuducuya qoyun. Əgər fikir verdinizsə, biz naşiraba nə duz, nə də şəkər tozu qatdıq.
Onlara heç ehtiyac yoxdur. Şəkər tozuna ehtiyac yoxdur. Narımız turşeşinin dadlıdır. Duza heç ehtiyac yoxdur. Əgər siz qalmağı üçün qatırsınızsa, bilin ki, onları qatmadan da çox gözəl qalır. Ləzzətlidir. Hazırlayın sizdə. Bilin ki, satışda olan nar şərab heç vaxtı evdə hazırlananın yerini verə bilməz. Evdə hazırlanan qat-qat ləzzətli olur. Siz də hazırlayın. Allah hamıya hazırladıqlarını şadlıq süfrələrinə qoymağı, xoş günlərdə istifadə etməyi, can sağlığı ilə istifadə etməyi qismət etsin. Süfrələriniz bol ruzulu, bərəkətli olsun. Əgər video sizin üçün maraqlı, faydalı oldusa, like etməyi, şərh yazmağı unutmayın. Şərhlərinizi gözləyəcəyəm. Hələlik.